növbədə onu vurğulayım. Düşünürəm, baxımlı bir oyunun şahidi olduq. Hər iki komandanın ifasında. Hər iki komanda daha çox texnikalı, çoxlu kombinasiyalı oyuna üstünlük verirdi. Birinci isə bizim üçün daha yaxşı keçdi, daha üstün idik. Bəlkə də top fərqi, hesab daha fərqli ola bilərdi. Amma yenə də bir top üstün yollandıq fasiləyə. Sonra ikinci hissədə rəqib çox fəal başladı ikinci hissəyə. Biz əksinə düşünürəm o dəqiqələrdə düzgün reaksiya vermirdik. Biraz passivləşmişdik və qol buraxdıq. Qoldan sonra isə komandanın verdiyi reaksiya yaxşı idi. Yenə oyun nəzarətimizə götürdü, hücumlar təşkil edirdi. Rəqibin son 80 dəqiqədən sonra bir neçə təhlükəli standart vəziyyətləri oldu. Amma belə ümumən düşünürəm ki, qələbəyə layiq idi və olduqca çox önəmli qələbə qazandıq. Futbolçularımı göstərdikləri oyuna görə, qələbəyə görə təşəkkür edirəm, təbrik edirəm. Bəli. Bəli. Bu rəqibin taktik yetişimlərini qaynaqlanıyorsa, futbolcular siz rəqibin tapşırığı edin. Baxın, fasilədə ən çox danışdığımız oldu ki, ikinci hissəyə daha fəal başlayaq. Çünki ilk devrənin oyununda Sumqayıtla iki fərqli hissənin şahidi olmuşduq. Birinci isə biz çox yaxşı oynamışdıq, ikinci isə Sumqayıt. Və hətta onu da xatırladıq futbolçulara ki, pasiv başlama olmaz bu komandaya qarşı. Çünki bu komandanın hücum potensialı çox güclüdür. Təbii olaraq biz də pasiv başladıq, amma burada paralel olaraq rəqib də çox fəal başladı. Və o yüzden də o dəqiqələr bizim üçün çox ağır keçdi və qol gözlənilən idi. Hətta o epizodda qol olmasaydı, ola bilər biraz sonra qol buraxardıq. Və düşünürəm, buraxdığımız qol bizim xeyrimizə oldu. Komanda ondan sonra ayıldı, daha fəal oynamaya başladı. Hücumlar qurdu, kombinasiyalar edirdi, sonluq gəlmirdi, amma elə oldu ki, 89-cu dəqiqədə gəldi. Sonradan meydana daxil olan futbolçuları ayrıca qeyd eləmək istəyirəm ki, çox yaxşı girdilər hər bir oyuna və qələbəmizdə əsas rol payı onların idi. Suallar. Bu ildə xarakter qələbə qazandı, yoxsa ustalar? Siz qələbə qazanmaqdan ötürü bunun hamısı bir yerdə olmalıdır. Yəni, uzun bir oyun, məsəl üçün 2 oyun xarakter hesabına və yaxud bir oyun 2 oyun ustalıq hesabına çıxarda bilərsən, amma əgər uzun marafonlu və stabil sən çıxış eləməzsənsə, burada bütün komponentlərdə yaxşı keyfiyyətlərin olmalıdır və ən yaxşısını eləməyə çalışmalısan. Və bugün, istər kubok oyununda, mən yadınızdasa kubok oyundan sonra da futbolçulardan razı idim və sonra analizdə də baxıram ki, çox sayılı qol epizodlarımız var və orada da qeyd eləmişdim ki, çempionat oyunu bizim üçün daha çətin olacaq və həqiqətən bugün Sumqayıt çox yaxşı idi və çox maraqlı oyunun şahidi olduq. Nə qədər belə çempionatda belə oyunlarımızın sayı çox olsa, düşünürəm ki, həm çempionat maraqlı olacaq, həm futbolumuz inkişaf edəcək. Çox sağ olun. Bunu çempionatda qeyd edə bilərik ki, müəyyən bəlkə psixoloji üstünlüyümüz yarandı, bir xal önə keçdi və ya 2 xal önə keçdi, amma kubok elədir ki, 0-0, hər şey sıfırdan başlayacaq. Bəli, orada bir top üstünlüyümüz olsaydı, haradasa nəsə müəyyən deyərdik ki, üstünlüyümüz var. Amma bugün də Sumqayıtın gücünü nəzərə alıb deyə bilmirik ki, biz nədəsə üstünlüyü, şanslar 50-50-yə kubok oynadı və oyuna hələ vaxtımız var, çalışacaq ki, o zamana qədər tam zədələrimiz də qayıtsın, tam heyətimiz də komplektləşsin. Çünki nə qədər itkilərin az olur, o təbii olaraq komandanın oyun keyfiyyətinə təsir edir. Məsələn, bugün götürək, Sumqayıtda bəzi itkilər var idi, onlar da olsaydı bizə daha çətin olardı. Yəni, itki hər bir komandaya çox təsir edir. Xüsusilə də 3-4 oldusa artıq görürsən ki, onu aradan qaldırmaq o itkiləri çətin olur. Oyuna təsir edir. Bir də həmən o mübarizəsi aparan komandalar içərisində büdcə baxımından belə deyək də, aşağı yuxarı Sumqayıtla eyni səviyyədə sizin komandadır. Bəli. Bu məsələ Rəşad Sadıqoğlu baş məqsədi kimi yorulur ki, bu məsələyə. Mübarizə aparırsınız, amma istədiyinizi tam şəkildə edə bilmirsiniz. Büdcənin altında sizə təsir edir. Biz 6-cı ildir komandadayım. Komandanın müəyyən strategiyası var, siyasəti var və biz bu yola birlikdə çıxmışıq rəhbərlə birlikdə. Və müəyyən məqamlarda təbii olaraq könül istər ki, fərqli oyuncularla da komandanı gücləndirəsən. Amma
mən əlimdə olan futbolçulardan da hər zaman razıyam və onların düşünürəm ki, potensial daha çoxdur. Sadəcə olaraq bəzən görürsən zamana ehtiyac olur ki, müəyyən futbolçular da potensialını açmaqdan ötürü daha çox oynamağa ehtiyaclar olur, daha çox məşq eləməyə ehtiyaclar olur. Ümumən belə durumumuzdan məmnunuq və çalışırıq ki, əlimizdə olan imkanlara uyğun ən yaxşısını eləyək inşallah. Bu çətinliyə qarşı hansısa ehtiyat variant hazırlamışsınız, yeni variant. Ən yaxşı bizim variantımız futbolçularımızın ideal formada olmasıdır. Pik formasında olmasıdır hər birinin. Ən ideal variant budur, zədələrimizin az olması, itkilərin az olması. Belə bugün başqa bilmirəm, bəlkə indi danışıqlar gedir, bəlkə bir futbolçu rəhbəri razılıq verir, bəlkə bir futbolçu ilə güclənərik. Yəni bugün xəbər olmalıdır və gözləyirik. Ola bilsin bir futbolçu ilə maksimum güclənək və o yüzden də ən yaxşı bizim bu dəqiqə silahımız futbolçuların yaxşı formada olmasıdır. Və o yüzden də futbolçular çalışırlar, istəklidirlər. İnşallah ki, düşünürəm Allahın köməyinə yaxşı olar. Mövqe hücum xəttinədir, elə bil sırf hücumçu yox, həm winger, həm hücumçu belə tipli bir futbolçu.